Salam, hər vaxtınız xeyir. Bugün çox qeyri-adi bir mövzuyla sizin qarşınızdayım. Deməli, son zamanlar bu tip mesajlar çox alıram ki, ümumiyyətlə rus dili kimə lazımdır, nə üçün bu dili öyrənmək lazımdır? Və yaxud yazırlar ki, bəs rus dili çox çətin dildir, mənə çox çətin gəlir bu dili öyrənmək. Bəzi tələbələr yazırlar ki, bəs mən bilmirəm nədən başlayım, necə başlayım bu dili öyrənim. Və bəzi tələbələr də yazırlar ki, bəs bu dil mənə çox vacibdir, yəni çox lazımdır mənə işimdə, karyeramda, amma mən özümdə həvəs yarada bilmirəm ki, bu dili başlayım, öyrənim. Mən neynim, necə edim ki, özümdə bu həvəsi yaradım. Və mən bütün bu mövzuları məhz bu videomda toplayıb sizinlə bunları sevə-sevə müzakirə etmək istəyirəm. Lakin video keçməmişdən öncə kanala abunə olmağı, videonu bəyənməyi və şərh bölməsinə fikir bildirməyi unutmayın ki, bu video bir çox insanın qarşısına çıxsın və daha çox videolar çəkərək sizi daha da çox motivate edim, daha da çox sizə rus dilini öyrədə bilim. Deməli, ilk öncə bu mövzuya toxunmaq istəyirəm. Mən son zamanlar bu tip mesajlar çox alıram ki, bəs rus dili kimə lazımdır axı? Bu dil çoxdan moddan düşüyor. Bu dəqiqə bütün iş yerlərində ingilis dili tələb olunur. Gedin ingilis dilini, ispan dilini öyrənin. Rus dili heç kimə lazım deyil. Deməli, elə Azərbaycanın özünü götürək. Azərbaycan dilində özünüz də çox yaxşı bilirsiniz ki, Azərbaycan dilindən sonra ikinci doğma dil rus dili sayılır. Bu dəqiqə bütün iş yerlərində taksiyə qədər belə hər yerdə rus dili tələb olunur. Rus dili və ingilis dili. Daha elə iş yerləri var ki, heç orada ingilis dili yox, məhz rus dilini tələb edirlər. Marketə işə düzəlmək istəyirsiniz, rus dili lazımdır. Taksiyə işə düzəlmək istəyirsiniz, rus dili lazımdır. Hər hansısa bir şirkətə, samballı şirkətə düzəlmək istəyirsiniz, rus dili lazımdır. Yəni siz elə bilirsiniz ki, rus dili ancaq sırf Rusiyaya köçüb gedən insanlara, işləməyə gedən insanlara lazımdır. Xeyr. Yəni, məhz Azərbaycanın özündə bu dəqiqə rus dili hər yerdə istifadə olunur və hər yerdə tələb olunur. Rus dilini öyrənməklə öz işinizdə, gələcək karyeranızda daha deməzdim bir neçə addım irəlidə olmuş olursunuz. Və kim deyir ki, ingilis dili beynəlxalq dildir, rus dili beynəlxalq dillər sırasında getmir, mən bu fikirlə heç razı deyiləm. Çünki inandırım sizi, mənim təkcə Azərbaycandan yox, Ukraynadan, daha sonra Amerikadan, Almaniyadan, yəni dünyanın demək olar ki, hər ölkəsindən qoşulan tələbələrim olub, var da hal-hazırda. İndi deyəcəksiniz ki, Almaniyanın Rusa nə dəxlisi var, rus dilinə nə dəxlisi var? Yəni Almaniya hara, Rusiya hara? Deməli, mənim bir tələbəm var idi, Almaniyadan qoşulmuşdu. Ona sual verdim ki, bəs siz nə üçün rus dilini öyrənmək istəyirsiniz? Mən də hələ bəzi tələbələrin, bəzi insanların o fikri ilə yanaşırdım ki, Almaniya hara, Rusiya hara? Yəni ki, Almaniyada yaşaya-yaşaya bu insan niyə rus dilini öyrənsin? Dedi ki, bəs mən həkiməm, Almaniyada xəstəxanada işləyirəm və bu Ukrayna-Rusiya müharibəsindən sonra dəhşət çox Ukraynalılar gəlib Almaniyaya və bunun üçün də onlarla da ünsiyyət qurmaq üçün mən mütləq rus dilini bilməliyəm. Baxırsan ki, Almaniyada yaşayır insan, alman dilini sərbəst şəkildə bilir, amma yəni sırf ruslarla, Ukraynalılarla ünsiyyət qurmaq üçün, yəni xəstəxanada da indi məsələn üçün Ukraynalı bir vətəndaş gəlir, alman dilində bilmir. Bu insan necə onunla ünsiyyət qursun? Məcburdur rus dilini öyrənməyə. Daha bir maraqlı hadisə danışacağım sizə. Deməli, bir dəfə mənim sınaq dərsimə Amerikadan bir tələbə qoşuldu. Özüm də şokdaydım. Yəni Amerika hara, rus dili hara? Daha özünə də mən sual verdim ki, yəni siz rus dilini nə üçün öyrənmək istəyirsiniz? Yəni Amerikada qala-qala rus dili sizin nəyinizə lazımdır? Siz ki, nə danışırsınız? İnansız, ətrafımızdakı bütün qonşular rus dilində danışır. Uşağım bağçaya gedir və oradakı valideynlər, oradakı uşaqlar rus dilində danışırlar. Yəni mən mütləq bu dili öyrənməliyəm. Özüm də belə şok oldum ki, Amerikada yəni ən vacib dil ingilis dilidir. Yəni onların öz dili ingilis dilidir, правильно? Yəni rus dilində niyə danışsınlar ki? Dillər yox, öz aralarında insanlar, tam qonşularımız öz aralarında rus dilində danışırlar, bağçada uşaqlar rus dilində danışırlar. Yəni mənə vacibdir bu dili öyrənmək. Siz də deyirsiniz ki, Azərbaycanda yaşaya-yaşaya, yəni Azərbaycan kimi ölkədə hardakı rus dili Azərbaycan dilindən sonra ikinci doğma dil sayılır, deyirsiniz ki, rus dilini nə üçün öyrənmək lazımdır? Kimə lazımdır bu dil? Hələ imенно что rus dili ən vacib dillərdən biridir hal-hazırda. Rus dili və ingilis dili ikisi də çox vacibdir. Və ümumiyyətlə sizə belə bir şey deyim. Biz hal-hazırda elə bir dövrdə yaşayırıq ki, nə qədər çox dil bilsək, o bir o qədər bizim özümüzə üstünlükdür. Gələcəyimizə, karyeramıza plusdur, üstünlükdür. Yəni rus dilini öyrənin, ingilis dilini öyrənin, alman dilini öyrənin. Bunun kimə nə ziyanı var?
Amma məhz o düşüncə ilə yanaşmaq ki, işte rus dili Sovet dövrünün dilidir. Rus dili jomotdan düşüb, valla bu çox köhnə fikirli bir düşüncədir. Çalışın bu fikirdən uzaqlaşın. Nabarot özünüzü inkişaf elətdirməyə çalışın. İkinci mövzu hansına ki toxunmaq istəyirəm. Deməli, keçən səfər Instagramda belə bir sorğu-sual keçirtmişdim rus dili ilə bağlı və bir tələbə yazmışdı ki, bəs rus dili mənə çox çətin gəlir, mən bu dili öyrənə bilmirəm. Ümumiyyətlə, mən bu tip mesajlar çox tez-tez alıram ki, işte rus dili çətin dildir, çox çətin qrammatikası var, bu dili öyrənmək mümkün deyil. Ümumiyyətlə, sizə belə bir şey deyim. Asan dil yoxdur. Yəni kim deyir ki, işte ingilis dili rus dili ilə müqayisədə qat-qat asandır. Mən 2-3 aya ingilis dilində Amerikanlar kimi, ingilislər kimi danışıram. Valla bu yalan söhbətdir. Asan dil yoxdur. Hər dilin öz çətinlikləri var. Amma bəzi insanlar rus dilini beyinlərində o qədər çətinləşdiriblər. Siz necədir? Psixoloji olaraq siz beyninizə yer etmirsiniz ki, işte rus dili çox çətin dildir, çox çətin qrammatikası var, mən bu dili öyrənə bilməyəcəm. Siz istəsəz də bu dili öyrənə bilməyəcəksiniz. Çünki sizə hər şey, adi primitiv söz bile olsun, primitiv qayda bile olsun, sizə çətin gələcək. Çünki siz beyninizi elə formalaşdırmısınız. Çalışın ilk öncə bu fikirdən yayının. İşte rus dili çətin dildir. İlk öncə qarşınıza məqsəd qoyun ki, siz bu dili nə üçün öyrənməlisiniz? Səyahət etmək üçün öyrənmək istəyirsiniz, özünüz üçün hobi olaraq öyrənmək istəyirsiniz. Bəzi valideynlər var ki, uşaqları üçün öyrənmək istəyirlər ki, uşaqları ilə ünsiyyətdə olsunlar. Bəzi insanlar öz gələcəyi üçün, karyerası üçün öyrənmək istəyir. Yəni qarşınızda ilk öncə məqsəd olsun. O fikirdən daşının ki, işte bu çətin dildir, mən bu dili öyrənə bilməyəcəm, ya qrammatikası çətindir. Qrammatikası heç də çətin deyil. Necə çətin deyil? Düzdür. Yəni şəkilləri var, zamanları var, qoşmaları var. Amma yəni onu da özünüz üçün siz asanlaşdıra bilərsiniz. Yəni bu kim deyir ki, rus dilində şəkillər çox çətin mövzudur. Bu şəkilləri öyrənmək mümkün deyil. Öyrənən var axı. Yəni əgər bu mümkünsüz bir şey olsaydı, onda həqiqətən heç kəs öyrənməzdi. Mən açıq aydın deyirəm, mən illərləndir bu işlə məşğul oluram. Yəni təcrübəliyəm də bu sferada. Öyrənən tələbələrim də olub, öyrənməyən tələbələrim də olub. Yəni mən indi durub sizə yalan deyim ki, mən bütün tələbələrim sərbəst super rusunda danışırlar. Yox, öyrənən də olub, öyrənməyən də olub. Amma yəni öyrənəni olub da və onlar Einstein deyirlər. Onlar qeyri-adi bir ağla malik deyirlər. Sadə insandırlar. Sadəcə olaraq qarşılarında məqsəd olub və mən dediklərimi yerinə yetiriblər deyə, proqramlı şəkildə məşğul olublar deyə onlar nəticə əldə ediblər. Mənə tez-tez belə bir suallar gəlir ki, müəlliməm, nə məsləhət bilərsiniz? Fərdi qoşulum, qrup şəklində qoşulum və özünüz də bilirsiniz də, mənim Telegram qrup dərslərim də var. Hansı daha effektiv olar? Baxın, bəzi insanlar elə bilirlər ki, hər şey müəllimənin özündən asılıdır. Yəni müəllimənin gərək belə qeyri-adi metodikası olsun, mən heç nə eləməyim. Müəllim hər şey mənim yerimə eləyəcək. Sadəcə mən müəllimin dərslərinə qoşularaq ödənişi edərək mən 2-3 aya super rus dilində danışa biləcəm. Çox yanlış fikirdir. İnandırım sizə ki, elə insanlar var ki, heç müəllim yanına getmirlər. Sadəcə özləri məşğul olaraq o qədər, o aylarla, illərlə müəllim yanına gedən tələbələrdən qat-qat yaxşı rus dilində danışa bilirlər. Yəni siz ilk öncə özünüzdə bu məsuliyyəti, həvəsi tərbiyə etməlisiniz. Siz sınaq dərsinə qoşulursunuz. Müəllimin metodikasından xoşunuz gəldi. Qarşınıza məqsəd qoyursunuz ki, aha, mən müəllimin dediklərini yerinə yetirəcəm, vaxtı-vaxtına məşğul olacağım və filan müddətə mən bu nəticəni əldə edəcəm. Məndə fərdi dərslər var, həftədə 2 dəfə, həftədə 3 dəfə var. Qrup dərsləri, qrupda məndə ancaq 2 nəfər olur. İndi Telegram qrup dərslərində özünüz də bilirsiniz ki, bu self-study'dir. Yəni mən dərsləri lövhədə izah edirəm, sonra həmin dərslərin linkini video format şəklində qrupa göndərirəm. İndi bəzi tələbələr, məsələn, sınaq dərsinə qoşulduqdan sonra deyirlər ki, müəllimə, sizcə mən fərdi həftədə 3 dəfə məşğul olsam, daha yaxşı, daha tez nəticə əldə edərəm, yoxsa qrup şəklində 2 nəfərlik qrupa qoşularaq? Mən bir neçə tələbəm olub ki, fərdi həftədə 3 dəfə dərslərə qoşulublar. Amma heç bir nəticə əldə eləməyiblər. Açıq aydın sizə deyirəm, heç bir nəticə əldə eləməyiblər. Niyə? Çünki mən tələbəyə sözlər göndərmişəm öyrənməyə. Növbəti dərsdə də ki, normal olaraq soruşuram ki, siz bu sözləri öyrənmisiniz. Tələbə mənə deyir ki, mən bu sözlərin hamısını zaten bilirəm onsuzdan. Prosta da belə oxumuşam. Amma hamısını mən bilirəm. Mən başlayıram tələbədən sözləri soruşmağa. Tələbə məsələn 50 söz göndərmişəmsə, 50 sözdən 2-3-ünə güc bala ilə cavab verər ya da verməz.
Və mən tələbəyə deyirəm ki, baxın, mən axı sizə dedim ki, mən həmişə bunu sözləri göndərəndə əvvəlcədən uca tələbələrimə bildirirəm. Çünki uca onların nə deyəcəklərini çox aydın şəkildə bilirəm. Mən bununla çox tez-tez qarşılaşmışam ki, tələbəyə sözlər göndərmişəm və tələbə növbət dərsində mənə deyib ki, mən bu sözlərin onsuz da hamısını bilirəm, ona görə prosta üzdən oxumuşam. Смотрите, sizin bütün sözləri bilməyiniz, mən sizə məsəl üçün 200 söz də göndərə bilərəm, 500 söz də göndərə bilərəm və siz bütün bu sözlərin hamısını bilə bilərsiniz. Yəni hamısı tanış gələ bilər. Bu normaldır. Çünki yenə də deyirəm, biz elə bir ölkədə yaşayırıq ki, особенно Bakı şəhərində də bu dəqiqə hər yerdə, hara getsək, bu dəqiqə hər yerdə rus dilində danışılır. Və normal olaraq da rus dilini öyrənmək istəyən tələbə çalışır YouTube-da razı rus dilində videolara baxsın, seriallara baxsın, məsəl üçün nağıllar oxusun. Ona görə bir çox söz ona tanış gələ bilər. Amma əksər tələbələrin problemli yeri nədir? Deyir ki, məsəl üçün mənim söz bazam var, amma mən bildiyim sözləri danışıqda tətbiq edə bilmirəm, praktika edə bilmirəm. Bu da nədən irəli gəlir? Çünki siz o sözləri praktika eləmirsiniz. Siz o sözlərlə cümlələr qurmursunuz. Siz o sözləri səsli şəkildə tələffüz etmirsiniz. Danışıqda istifadə etmirsiniz. Ona görə oca sizdən kimsə, məsəl üçün də nəsə anidən sizə rus dilində sual verəndə, siz adi bildiyiniz sözü belə dilə gətirə bilmirsiniz. Və mən ona görə tələbəyə deyirəm ki, sözlər göndərəndə baxın, mən sizə 100 söz göndərmişəm də öyrənməyə. Bu 100 sözün 100-ü də sizə tanış gələ bilər. Amma siz sıranı o sözləri öyrənməlisiniz və səsli şəkildə dilə gətirməlisiniz. Sonra siz bu sözləri öyrəndikdən sonra biz bu sözlərlə çoxlu cümlələr quracağıq. Bu öyrəndiyimiz şəkilçiləri bu sözlərdə praktika edəcəyik və siz həm bu sözləri öyrənmiş olacaqsınız, həm də bu sözləri düzgün, qramatlı cümlələrdə tətbiq edə biləcəksiniz. Və tələbələr iki kateqoriyaya bölünür. Məsəl üçün, bəzi tələbələr var ki, mənim bu dediklərimə riayət edirlər və çox tez bir zamanda nəticə əldə edirlər. Amma digər kateqoriyaya aid olan tələbələr deyirlər ki, yox, müəllimə, mən hələ öz bildiyim kimi öyrənəcəm, mən hələ öz bildiyim kimi edəcəm. Yəni ki, mən sizə qulaq asmıram. Mən belə düzgün bilirəm, mən bu sözləri bilirəm və öyrənmirəm mən bu sözləri. Mən day neyiniyim? Yəni, həqiqətən də mənim əlimdən day nə gəlir? Mən bir dəfə deyirəm, 2 dəfə deyirəm. İşte tələbə də maksimum 1 ay məşğul olur, 1 aydan sonra mən heç özüm həmin tələbə ilə məşğul olmaq istəmirəm. Bizim də yollarımız burada ayrılır. Bir çox insan mənə müraciət edir ki, bəs müəlliməm, mənim müəyyən qədər bazam var, mən qrammatika qətiyyən istəmirəm, mənə ancaq sırf danışıq lazımdır. Və baza dedikləri də 5-6 dənə söz bilirlər, 10-15 dənə cümlə başa düşürlər, onu da yarı düz, yarı səhv, ona da baza deyirlər. Baxın, baza dediyimiz o da çox az tələbələrdə olur, çox az insanlarda olur. Yəni tələbə bildiyiniz hər şeyi bilir. Sərbəst rus dilində fikirlərini ifadə edə bilir. Sadəcə ona kimləsə ünsiyyət lazımdır. Baza odur. To, что siz, məsəl üçün 5-10 dənə söz öyrənmişsiniz, müəyyən ifadələri, cümlələri yüngül belə başa düşürsünüz, o baza sayılmır, ribata. Və kim deyir ki, rus dilində danışmaq üçün şəkilçilərə ehtiyac yoxdur, sadəcə postoyanla ünsiyyət lazımdır, vallah yalan söhbətdir. Yəni mən bunu deməkdən həqiqətən yoruldum, amma yenə də deyəcəm. Mən bunu insanlara yeridənə qədər deyəcəm. Rus dili şəkilçilər üzərində qurulan bir dildir. Kim deyir ki, mən Rusiyaya gedib bazarda işləyərək, ya ümumiyyətlə Rusiyaya gedib 2-3 ay yaşamaqla rus dilində sərbəst danışacağam, ruslar kimi danışacağam, vallah danışmayacaqsınız. Yəni bu açıq aydın deyirəm ki, danışmayacaqsınız. Mənim Rusiyada, Moskvada yaşayan tanışlarım var, yoldaşımın tanışları var, dost tanışları var ki, 10-15 ildir Rusiyada yaşayırlar, Rusiyada işləyirlər, amma hələ də danışa bilmirlər. Yəni hiss olunur da, ki, bu danışa bilmir. Daha hər şeyi başa düşür. Конечно, da başa düşməlidir, o 10-15 ildir Rusiyadadır. Amma yəni ki, danışa bilmir. Çünki bu dil elə bir dildir ki, siz şəkilçiləri, feilin zamanlarını, qoşmaları, heç qoşmaları qoyuram bir yana, hələ şəkilçiləri bilməsəz, danışa bilməyəcəksiniz. Ona görə siz ilk öncə, əgər bu dili qısa bir zamanda öyrənmək istəyirsinizsə, şəkilçilərdən başlamalısınız. Və kim deyir ki, şəkilçilər rus dilində çox çətin mövzudur, mən deməzdim şəkilçilər çətindir. Da, rus dilində şəkilçilər az deyil. Və əgər siz bütün şəkilçiləri hamısını bir-birinə qatsaz, yəni bu şəkilçini bitirməmiş o birisi şəkilçiyə keçsiniz, da sizə, конечно, çətin olacaq. Ona görə siz şəkilçiləri proqramlı şəkildə öyrənməlisiniz. Bir şəkilçini bitirməmiş, tam onu başa düşməmiş, beyninizdə tam otuzdurmamış, o biri şəkilçiyə keçə bilmərsiniz. Siz ilk öncə bir şəkilçini öyrənirsiniz. Onu
cümlələrdə çoxlu praktika edirsiniz. Tam beyninizdə o oturur, sonra keçirsiniz növbəti şəkilçiyə və mütləq hər dəfə yeni mövzuya keçdikcə növbəti mövzuları siz təkrar eləməlisiniz. Bax bu şəkildə siz məşğul olsaz, поверьте, sizə şəkilçilər çətin gəlməyəcək. Mən sizə bütün ürəyimdəkilərini dedim, hamısını sizinlə bölüşdüm. Ümid edirəm ki, bu videodan sonra bir çox şey sizə aydın olacaq. Ümumiyyətlə rus dilini düzgün necə öyrənmək lazımdır, necə yanaşmaq lazımdır, necə özümüzdə o həvəsi yarada bilərik. Və inanıram ki, siz hər biriniz bacaracaqsınız bunu. Hər biriniz bu dili öyrənməyi bacaracaqsınız. Hər birinizə uğurlar. Növbəti videolarımızda görüşənədək sağ olun.